Əziz abituriyentlər, kanalımızda hər birinizi xoş gördük. Dostlar, bugün üçbucaqlar mövzusunu davam elətdiririk. Üçbucaqlar mövzusundan bərabər yanlı və bərabər tərəfli üçbucaqların suallarının izahına baxacağıq. Gəlin başlayaq birinci sualdan. Dostlar, birinci sualda deyir ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median oturacaqdan 2 dəfə kiçik olarsa, oturacağa bitişik bucağı tapın. Gəlin yazaq. Baxın, bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq. Deyir ki, oturacağa çəkilmiş median. Dostlar, bərabər yanlı üçbucaqda oturacağa median çəkəndə həm oturacağı 2 bərabər hissəyə bölür, həm də bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median eyni zamanda həm hündürlük, həm də tən bölən olur. Yəni, deməli, təpə bucağı da 2 bərabər hissəyə bölünübdür. İndi dostlar, bizə deyir ki, median oturacaqdan 2 dəfə kiçikdir. Median oturacaqdan 2 dəfə kiçikdirsə, yəni median A-dırsa, onda oturacaq 2A-ymış. Bu da 2 bərabər hissəyə bölünüb AA şəklində yaza bilərik. Deyir, oturacağa bitişik bucağı tapın. Dostlar, median o zaman qarşıda böldüyü hissələrin uzunluğuna bərabər olur ki, bizim üçbucağımız düzbucaqlı üçbucaq olsun. Deməli, söhbət düzbucaqlı üçbucaqdan gedir. Onda bu o demək ki, təpə bucağımız 90 dərəcədir. Və qaydada deyirdik ki, 90 dərəcə düz bucaq təpəsindən çəkilmiş median qarşıdakı tərəfi hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabərdir. Onda üçbucağımız düzbucaqlı üçbucaqdır. Bu bucaq 2 bərabər hissəyə bölünüb 45-45 dərəcə və düzbucaqlı üçbucaqda bucağın biri 45-dirsə, digəri də deməli 45 olmalıdır. Oturacağa bitişik bucağı bizdən istəyir, bu da 45 deməli C variantıdır. Keçirik dostlar, növbəti ikinci suala. Oturacağı 16 sm olan bərabər yanlı üçbucağın təpə bucağı 120 dərəcə olarsa, yan tərəfini tapın. Baxın, belə bir bərabər yanlı üçbucaq çəkirik. Deyir ki, oturacaq 16 sm-dir. Bərabər yanlı üçbucaqdırsa, dostlar, təpədən qarşı tərəfə hündürlük çəkirəm. Bərabər yanlı üçbucaqda, deməli, oturacağa çəkilmiş hündürlük eyni zamanda həm tən bölən, həm də median idi. Deməli, təpə bucağı 120-dirsə, bu 2 bərabər hissəyə 60-60 bölünür. Eyni zamanda oturacaq 16-dırsa, 2 bərabər hissəyə 8-8 bölünür. Və düzbucaqlı üçbucaqda bucaqlardan biri 60-dırsa, digəri 30 dərəcədir. Və qaydaya əsasən 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Yəni, əgər hündürlüyə x desək, bu zaman yan tərəfimiz 2x qədərdir. Və dostlar, düzbucaqlı üçbucaqdan katetlərin kvadratı cəmi bərabərdir hipotenuzun kvadratına, yəni x-in kvadratla 8-in kvadrat cəmi 2x-in kvadratını verir. Bu da x kvadrat plus 8-in kvadratı bərabərdir 4x-in kvadratı. 3x-in kvadratı bərabərdir 8-in kvadratı. Kök alsam, kök altda 3x-in bərabərdir 8-ə. Və dostlar, deməli, buradan x-in də bərabərdir 8 bölünsün kök altda 3. Məndən yan tərəfi 2x istəyir. Onda 2x-in bərabərdir. Kök altda 3-də 8-i vururam 2-yə. Bu da kök altda 3-də 16. Və məxrəci irrasionallıqdan azad eləmək üçün deməli, sürət məxrəci kök altda 3-ə vurmalıyam. Bu da olacaq 3-də 16 kök altda 3. Bu da deməli B variantıdır. Keçirik növbəti. Üçüncü suala. Üçüncü sualda deyir ki, oturacağı AB olan bərabər yanlı ABC üçbucağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Gəlin deməli, bərabər yanlı ABC üçbucağını qeyd edək. Deməli, oturacaq AB olan bərabər yanlı ACB üçbucağımız var. Yəni, AC BC-yə bərabərdir. Deyir ki, BC tərəfinin üzərində deməli D nöqtəsi götürülmüşdür. Və dostlar, götürürəm, baxın, A ilə D-ni birləşdirirəm. Bizə deyir ki, CAD bucağımız 30 dərəcədir. Baxın, bu bucağımız 30 dərəcədir. BAD bucağımız 13 dərəcədir. 13 dərəcə və C bucağını deyir tapın. Dostlar, bərabər yanlı üçbucaqda oturacağa birləşik bucaqlar bərabər idi. Yəni, AC bərabərdir CB-dirsə, bu o demək ki, bucağa bərabərdir bucaq B-yə. Və dostlar, bucaq A-mız 30 ilə 13-ün cəmi 43 dərəcədir. Onda bucaq B-miz də 43 dərəcədir. Üçbucağın daxili bucaqları cəmi 180 dərəcə olmalıdır. Yəni, bucaq A, bucaq B və bucaq C-nin cəmi 180 olmalıdır.
Bu da 43, 43, bir də bucaq C bərabərdir bizdə. Baxın, sağ tərəfə də 43 yazıram. 180 dərəcəyə. Buradan bucaq C bərabərdir. 43, 43, 86 eləyir. 180-dən 86-nı çıxanda qalacaq 94 dərəcə. Deməli, bucaq C-miz 94 dərəcəyə bərabər imiş. Keçirik növbəti 4-cü suala. Gəlin baxaq. Dostlar, 4-cü sualda oxşar qaydada həll olunacaq. 4-də də yenə şəkli qeyd edirəm. Baxın, deməli, ACB üçbucağımız var. Oturacaq AB olan bərabər yanlı üçbucaqdır. Yəni, AC bərabərdir BC-yə. Deyir ki, AC tərəfinin üzərində D nöqtəsi götürülmüşdür. Aha, götürürəm D nöqtəsi. Bizə deyir ki, BDC bucağı 13 dərəcədir. BDC. Aha, bu bucağımız 13 dərəcədir. CBD bucağımız 7 dərəcədir. CBD. Deməli, bu bucağımız 7 dərəcədir. ABD bucağının bizdən dərəcə ölçüsünü soruşur. Baxın, bu bucağı soruşur bizdən. Gəlin belə eləyək, dostlar. Deməli, üçbucaq BCD-yə baxsaq, yazıram, üçbucaq BCD-də. Bucaqların cəmi 180 dərəcə olmalıdır. Onda bucaq C üstə gəlinsin 13 dərəcə, bir də 7 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan bucaq C bərabərdir 180-dən 20-ni çıxıram, qalır 160 dərəcə. Deməli, bucaq C-miz 160 dərəcəyə bərabərdir. Bundan əlavə, bərabər yanlı üçbucaqdırsa, bucaq A-mız bərabərdir bucaq B-yə. Onda bucaq A-ya x desəm, bucaq B-miz də x qədər olacaq. Bu olur 2x üstə gəlsin 160 dərəcə bərabərdir 180 dərəcə. Üçbucağın daxili bucaqları cəmindən. 2x-in bərabərdir 20 dərəcə, x də bərabərdir 10 dərəcəyə. Dostlar, x 10 dərəcədirsə, bucaq B-miz 10 dərəcədir. Bunun 7 dərəcəsi CBD-yə düşübsə, DBA bucağımız olacaq 3 dərəcə. 3-dən 7-nin cəmi 10 eləsin. Bizdən deməli, ABD bucağının dərəcəsini istəyir. Bu da 3 dərəcədir B variantı. Keçirik növbəti 5-ci suala. Dostlar, 5-ci sualda ABC üçbucağında AB bərabərdir BC-yə, BD bərabərdir DC-yə, AC-miz 2 sm və AD tənböləndir. Deməli, bizdən BD-nin uzunluğunu istəyir. BD nəyə bərabərdir? Bunu istəyir. Gəlin, şəkli böyük formada sağ tərəfdə qeyd eləyək. 5-ci sualdır. Baxın, ABC üçbucağımız var. ABC. Və deyir ki, ABC üçbucağında AB BC bərabərdir. Bərabər yanlıdır. Və AD düz xətti çəkirik. AD düz xəttini çəkəndə BD-miz də DC bərabər olur. Aha. Onda dostlar, əgər BD-yə A desəm, onda DC də A qədərdir. Digər tərəfdən ABC bərabər yanlıdır. Yəni, AB ilə BC bərabərdir. BC 2A-dırsa, onda AB-miz də olacaq 2A qədər. Bundan əlavə, deyir ki, AD tənböləndir. AD tənböləndirsə, A bucağını 2 bərabər hissəyə bölür. Və dostlar, tənbölən eyni zamanda, baxın, AD tənbölənli eyni zamanda BC-ni 2 bərabər hissəyə bölüb. Tənbölən eyni zamanda mediandır. Nə zaman deyirdik ki, tənbölən eyni zamanda median olur? O vaxt deyirdik ki, üçbucaq bərabər yanlı olsa. Bərabər yanlı üçbucaqda təpədən çəkilən median, tənbölən, hündürlük üst-üstə düşür. Deməli, ABC üçbucağında AB tərəfi AC-yə bərabər olmalıdır. Yəni, AB 2A-dırsa, AC də 2A olmalıdır ki, A təpəsindən çıxan tənbölən eyni zamanda bizdə median olsun. Deməli, buradan alırıq ki, AC də 2A-dır və AC-miz şərtə görə bərabərdir bizdə, deməli 2-yə. Buradan alıram ki, A-mız 1 imiş. Məndən BD-nin uzunluğunu istəyir. BD də bərabərdir A-ya, o da bərabərdir 1-ə. Deməli, cavabımız olacaq A variantı. Keçirik növbəti dostlar. 6-cı suala. 6-cı sualda deyir ki, üçbucaq ABC-də BC-miz 12-dir. Bucaq KBD, deməli, KBD bucağımız bizdə CBD bucağına deməli bərabərdir. KBD CBD-yə bərabərdir. Bu da tamam. BD paraleldir AC-yə. Bizdən AB-nin uzunluğunu istəyir. BD deməli AC-yə paraleldir. Gəlin dostlar, şəkli böyük formada sağ tərəfdə qeyd eləyək. Baxın, deməli, bu bizim belə deyək, şəklimiz. Aha, deməli, ABC üçbucağı
Bu bizim BD düz xəttdir, bir də BK düz xəttdir. Şərtə görə KBD bucağı bərabərdir deməli CBD bucağına. Yəni buna alfa şəklində qeyd edə bilərik. Bundan əlavə BC-nin uzunluğu 12-dir və BD AC-yə paraleldir. Bizdən AB tərəfinin uzunluğu nəyə bərabərdir? Bunu istəyir. Dostlar, BD deməli AC-yə paraleldirsə, biz bilirik ki, iki paralel düz xətt üçüncü düz xəttlə kəsdikdə bu zaman dostlar deməli daxildəki bu bucaqla xaricdəki baxın bu iki bucaq bir-birinə bərabər olmalıdır. Yəni KBD alfadırsa bu zaman BAC də deməli bizdə alfa qədərdir. Bundan əlavə üçbucağın hər hansısa iki daxili bucağının cəmi üçüncü bucağın xarici bucağını verir. Yəni bu o deməkdir ki, bucaq A ilə bucaq C-nin cəmi bərabərdir məndə. Deməli xarici bucaq nə qədərdir? KBC bucağı bizdə 2 alfadır, 2 alfaya. Bucaq A-mız deməli alfa qədərdirsə, alfa ilə nəyi toplasam 2 alfa alaram? Alfanı. Yəni bucaq C-miz də alfa qədərdir. Buradan aldıq ki, dostlar, deməli ABC üçbucağı bərabər yanlı üçbucaqdır. Yəni BC AB-yə bərabərdir. BC 12-dirsə, AB də 12-dir. Məndən də AB-nin uzunluğunu istəyirdi. Bu da D variantı. Keçirəm növbəti 7-ci suala. Dostlar, 7 də oxşar qaydada həll olunacaq. Yenə şəkli çəkirik. Deməli, bu bizim şəklimiz. Aha. Şərtə əsasən, baxın, bizə ABC üçbucaq verilibdir. Deməli, bu K, bu da D nöqtəsi. Şərtdə AB-miz 6-dır. BD şüası KBC-nin tən böləndir. Yəni, deməli, KBC-ni 2 bərabər hissəyə bölür. Alfa şəklində qeyd edə bilərik. BD paraleldir AC-yə. Dostlar, BD AC-yə paraleldirsə, bizim həndəsənin əsas anlayışlarında belə bir qaydamız vardı ki, iki paralel düz xətt üçüncü düz xəttlə kəsdikdə iti bucaqların hər biri bir-birinə bərabər idi, kör bucaqlar da bir-birinə bərabər idi. Onda bu kənardakı iti bucaqla, baxın, bu iti bucaq bir-birinə bərabər olacaq. Yəni, KBD alfadırsa, BAC də deməli alfadır. Bundan əlavə, dostlar, üçbucağın hər hansısa iki daxili bucağının cəmi üçüncü bucağın xarici bucağını verir. Yəni, bucaq A ilə bucaq C-nin cəmi bərabərdir KBC-yə, yəni 2 alfaya. Bucaq A alfadırsa, alfa ilə nəyi toplasam 2 alfa alaram? Alfanı. Yəni, bucaq C də alfadır. Buradan alırıq ki, ABC üçbucağının bucaqlarından ikisi bərabərdir. Yəni, bərabər yanlı üçbucaqdır. Bərabər yanlıdırsa, deməli, AB tərəfi BC tərəfinə bərabər olmalıdır. AB 6-dırsa, BC də 6 olacaq. Bizdən BC tərəfinin uzunluğunu istəyir. Bu da Y variantıdır. Keçirəm növbət 8-ci suala. Dostlar, 8-ci sualda təpə bucağı 70 dərəcə olan bərabər yanlı üçbucağın oturacağı bitişik bucağını tapın. Dostlar, təpə bucağı 70 dərəcədir. Bərabər yanlıdır. Bərabər yanlıda bilirik ki, oturacağı birləşik bucaqlar bərabərdir. Bu zaman üçbucağın daxili bucaqları cəmi bərabərdir 180. Bu qaydadan istifadə eləsəm, 2 alfam bərabərdir 180-dən 70-ini çıxıram. Qalacaq bizdə 110 dərəcə. Alfa da bərabərdir 110-un yarısı olacaq 55 dərəcə. 55 dərəcə, bu da bizdə Y variantında var. Keçirik növbət 9-cu suala. Dostlar, 9-da bərabər tərəfli üçbucağın tən böləninin uzunluğu 21 cm bərabərdir. Bu üçbucağın tərəfinin uzunluğunu tapın. Gəlin belə eləyək. Baxın, bərabər tərəfli üçbucaqdan söhbət gedir. Bərabər tərəfli üçbucaqda istənilən təpədən çıxan tən bölən median hündürlük, deməli, hamısı bir-birinə bərabər olur və üst-üstə düşür. Deməli, tən bölənin uzunluğu 21-dir deyir. Əgər tən böləni çəksəm, tən bölən 2 bərabər hissəyə bölür bucağı və bərabər tərəfli üçbucağın hər bir bucağı 60 dərəcədir. 2 bərabər hissəyə bölürsə, 30 dərəcə şəklində yazıram. Və dedik ki, bərabər tərəflidə tən bölən hündürlük medianı üst-üstə düşür. Yəni, bu tən bölən eyni zamanda hündürlükdür və düzbucaqlı üçbucaqda bucaqlardan biri 30 dərəcədirsə, digəri 60 dərəcə olacaq bizdə. Deyir ki, bu üçbucağın deməli tərəfinin uzunluğunu tapın. Onda dostlar, gətirib mən tərəfə A desəm, biz dedik ki, tən bölən eyni zamanda həm də median olur. Onda bərabər tərəfli deyə oturacaq da A qədərdir. A-nı 2 bərabər hissəyə bölür, A bölünsün 2 şəklində. İndi dostlar, buradan deməli 21-in kvadratı üstə gəlinsin A bölü 2-nin kvadratı
bərabərdir a-nın kvadratına. 21-in kvadratı üstə gəlsin a kvadrat böl 4 bərabərdir a-nın kvadratı. 21-in kvadratı bərabərdir a kvadratdan a kvadrat böl 4-ü çıxıram. 4-də 3 a kvadrat. Hər tərəfdən kök alsam 21 bərabərdir. Kök altı 3 bölünsün 2a-ya. Bizə nə istəyirdi? Üçbucağın tərəfini istəyirdi. A-nı da tapanda deməli 21-i 2-yə vurub bölməliyəm kök 3-ə. Bu da bərabərdir. Kök altda 3-də 21-i 2-yə vuranda 42. Surət məxrəci kök altda 3-ə vurub məxrəci irrasionallıqdan azad eləsəm, bu zaman nəticədə alıram 3-də 42 vurulsun kök 3. 42 ilə də 3 ixtisar gedəndə qalacaq 14 kök altda 3. Bitdi. Tərəfimiz deməli 14 kök altda 3 imiş. Bu da D variantı. Keçirik növbəti 10-cu suala. Dostlar 10-cu sualda deyir ki, görək nə deyir? Deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə çəkilən medianı 30 sm olub, oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Oturacağa çəkilmiş hündürlüyü tapın. Gəlin baxaq. Bərabər yanlı üçbucaqdır. Tamam. Baxın, yan tərəfləri bərabər götürürəm. Deyir ki, bərabər yanlı üçbucağın yan tərəfinə çəkilən median. Baxın, yan tərəfinə median çəkdik. Yan tərəfi 2 bərabər hissəyə bölsün. AA şəklində yaza bilərik. Bu zaman sol tərəfdə 2A qədərdir. Bərabər yanlı olduğundan. Bizə deyir ki, bu median 30 cm-dir. Aha, bunu da yazdıq. Və deyir ki, median oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Baxın, bu bucağımız da deməli bizdə 30 dərəcədir. Deyir, oturacağa çəkilmiş hündürlüyü tapın. Oturacağı hündürlüyü çəkmişiksə təpədən deməli qarşı tərəfə götürüb bir dənə hündürlük çəkirik. Biraz daha sərgəli eləyə bilərik. Aha. Deyir ki, bu hündürlüyün uzunluğunu istəyir. Yazırıq h və h bərabərdir sual işarəsi. İndi dostlar, biz bilirik ki, əgər təpədən bərabər yanlı üçbucaqda təpədən hündürlük çəkmişiksə, hündürlük eyni zamanda həm median, həm də tənbölən olur. Yəni, çəkdiyimiz hündürlük eyni zamanda mediandır. Və dostlar, deməli 2 dənə median almış oluruq. Medianlar bir nöqtədə kəsdikdə 2-nin 1-ə nisbətində bölünür. Yəni, 30-u mən 2 hissəyə bölsəm, bu zaman 2x şəklində yazıram. Hündürlük də 2 hissəyə bölünür. Deməli, 2y, y şəklində yaza bilərik bunu. Onda dostlar, bizim medianın uzunluğu 2x-in cəmi 3x eləyir. Bərabərdir 30-a. X da bərabərdir 10-a. Və yaxud da buradan 2x tapsam, 2x-im da bərabərdir olacaq 20. Onda alırıq ki, baxın, bu parçanın uzunluğu buradan bura qədər məsafə 20-dir. Və düzbucaqlı üçbucağımız var. Baxın, bu düzbucaqlı üçbucağa baxsaq, biraz görək, bunu işarə edə bilirəmmi? Düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısı qədərdir. Yəni 30 dərəcə qarşısında y dayanır, hipotenuzum da 20-dir. Y 20-nin yarısı qədərdir. Y bərabərdir 20 bölünsün 2, bu da bərabərdir 10-a. Gətirib bura 10 yazıram və hündürlük də bərabərdir 2y ilə y-in cəmi, yəni 3y-ə, bu da 3 vurulsun 10 bərabərdir olacaq 30. Deməli, hündürlüyün uzunluğunu istəyirdi, bu da olacaq 30, deməli A variantı. Növbəti keçirik dostlar, deməli 11-ci suala. 11-ci sualda deyir ki, bərabər yanlı üçbucağın təpəsindən çəkilən hündürlük 25 cm-dir. Yan tərəfə çəkilən medianın oturacaq ilə 30 dərəcəli bucaq əmələ gətirdiyini bilərək, onun uzunluğunu tapın. Gəlin yazaq. Baxın, bərabər yanlı bir üçbucaq götürürəm. Aha. Deyir ki, təpədən çəkilən hündürlük 25 cm-dir. Dostlar, biz bilirik ki, təpədən hündürlük çəkəndə bu hündürlük deməli bərabər yanlıda həm median olur, həm də tənbölən olur. Yəni, qarşı tərəfi də 2 bərabər hissəyə bölüb. Eyni zamanda mediandır. Və bu hündürlüyün uzunluğu 25 cm-dir. Bizə deyir ki, yan tərəfə çəkilən median, baxın, yan tərəfə median çəkirəm. Median bilirik ki, qarşıdakı tərəfi 2 bərabər hissəyə bölür. Ha, bərabər hissəyə böldü. Deyir ki, bu median oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. İndi dostlar, bayaq dedik ki, biz hündürlük çəkmişdik. Hündürlüyün uzunluğu 25-dir. Bərabər yanlıda təpədən çəkilən hündürlük eyni zamanda median oldu. Onda hündürlüyümüz 1 median və yan tərəfə də 1 median çəkmişik. Medianlar kəsişəndə 2-nin 1-ə nisbətində bölünür. Onda medianın birini 2x şəklində bölürəm. Digərində 2y, y şəklində bölə bilərik. Bu zaman dostlar, biz bilirik ki,
2y-əsini yazmağa ehtiyac yoxdur. Y-i silək. 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısına bərabərdir. Baxın, düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısına dayanan katet hipotenuzun yarısıdır. Hipotenuzum 2x olduğuna görə gətirib hündürlüyün aşağı hissəsinə də x yazıram. Və dostlar, bu x-dir. Biz də bilirik ki, hündürlük eyni zamanda medianı idi. Medianlar kəsişəndə də 2-nin 1-ə nisbətlə bölünür. Onda aşağı hissəyə x yazmışıqsa, yuxarı hissədə 2x-dir. Onda 2x-dan x-in cəmi, yəni 3x-in bərabərdir 25 və bizə deyirdi ki, oturacağa çəkilmiş hündürlüyü, bağışlayın 11. Bizə deyir ki, yan tərəfə çəkilən median oturacaqla 30 dərəcələ bucaq əmələ gətirdiyini bilərək onun uzunluğunu tapın. Baxın, məndən bu medianın uzunluğunu istəyir. Biz əslində hündürlükdən istifadə edəndə eyni zamanda onun da uzunluğunu tapmış olduq. Bu da 25-dir. Yəni D variantı. Keçirik növbəti dostlar. 12-ci suala. Gəlin baxaq. 12-də deyir ki, bərabər yanlı üçbucağın oturacağı onu bitişik bucağın tən bölənə bərabərdir. Üçbucağın təpə bucağını tapın. Gəlin yazaq. Bərabər yanlı üçbucaqdan söhbət gedir. Bərabər yanlı üçbucaq çəkdik. Deyir ki, bu üçbucağın oturacağı ona bitişik olan bucağın tən bölənə bərabərdir. Deməli, oturacaq ona bitişik olan bucağın tən böləni qədərdir. Gəlin, biraz şəkli elə çəkək ki, həqiqətən bunu təsəvvür edə bilək. Baxın, deməli, bu üçbucağı belə bir formada çəkirəm. Bərabər yanlıdır. Oturacağın uzunluğu, deməli, oturacağa bitişik bucağın tən bölən qədərdir. Bitişik bucağın tən bölənini qeyd eləsək, baxın, bucağı 2 bərabər hissəyə böldü, alfa. Oturacaq deyir ki, bu tən bölənin uzunluğu qədərdir. Deyir, üçbucağın təpə bucağı nəyə bərabərdir? Bunu tapın. İndi dostlar, gəlin belə eləyək. Bərabər yanlı üçbucaqdan söhbət gedirsə, əgər soldakı bucağımız 2 alfadırsa, deməli, sağdakı bucağımız da 2 alfa qədər olacaq. Bundan sonra aldığımız, baxın, bu balaca üçbucağa baxsaz, bu üçbucaq da bərabər yanlıdır. Çünki oturacaqla, deməli, tən bölən bir-birinə bərabərdir. Buradan, deməli, baxın, bərabər tərəfləri bunlar olduğuna görə, deməli, sağ tərəfə birləşik bucaqlar da bərabər olacaq. Yəni, 2 alfa, 2 alfa. Gətirib, deməli, bu bucağa da 2 alfa yazıram və üçbucağın daxili bucaqları cəmi 180 dərəcə idi. Onda alfa, 2 alfa, bir də 2 alfanın cəmi bərabərdir 180 dərəcəyə. Buradan 5 alfa bərabərdir 180 dərəcə. Alfa da bərabərdir 180-i 5-ə böləndə nəticədə 36 dərəcə alırıq. İndi dostlar, üçbucağın təpə bucağını istəyir. Buna da beta yazıram. Böyük üçbucağa baxsaq, üçbucağın daxili bucaqları cəmi 2 alfa üstə gəl 2 alfa üstə gəlsin beta bərabərdir 180 dərəcəyə. 4 alfa üstə gəl beta bərabərdir 180 dərəcə. Alfa 36-dır. 4 vur 36 üstə gəl beta bərabərdir 180 dərəcə. Və dostlar, betanı tapanda 180-dən 4-ü 36-ya vuranı 144 edir. 180-dən 144-ün çıxsaq, nəticədə 36 dərəcə qalacaq. Deməli, betanın qiyməti təpə bucağımız 36 imiş. Bu da Y variantı. Keçirik növbəti 13-cü suala. Dostlar, 13-də oturacağı BC olan bərabər yanlı ABC üçbucağında, gəlin baxaq. Baxın, oturacaq deməli BC-dir. Bərabər yanlı ABC üçbucağından söhbət gedir. Deyir ki, deməli, AB tərəfini Y nöqtəsində kəsən C-yi düz xətti çəkilmişdir. AB tərəfini, deməli, Y nöqtəsində kəsən, Y nöqtəsində kəsən C-yi düz xətti çəkilmişdir. Deyir ki, AC-Y bucağı 18 dərəcədir. Deməli, AC-Y bucağı, baxın, bu bucağımız 18 dərəcədir. C-yi bərabərdir BC-yə. Gəlin yazaq, C-yimiz BC-yə bərabərdir. Deyir, ABC bucağı nəyə bərabərdir? Bunu tapın. Baxın, bu bucağı soruşur. Deməli, bucaq ABC bərabərdir sual işarəsi. İndi dostlar, gəlin belə eləyək. Biz bilirik ki, ABC üçbucağı bərabər yanlıdır. Yəni, AB bərabərdir AC-yə. Onda dostlar, oturacağı birləşik bucaqlar bərabər olur. Yəni, B bucağı ilə C bucağı bərabərdir. Onda C bucağının aşağı tərəfini bilmirik. Əgər buna alfa yazsam, onda bucaq C'miz olacaq bizdə 18 üstəgəl alfa. Və bucaq C bərabərdir bucaq B-yə, bu da 18 dərəcə üstə gəlinsin alfa qədərdir. Gətirib deməli B bucağına da alfa plus 18 qiyməti yaza bilərik.
Bundan sonra AB-yi, deməli, BC-yi üçbucağına baxsaq, BC üçbucağı da bərabər yanlıdır. Çünki BC YC-yə bərabərdir. Onda bucaq B ilə BC bucağı da bir-birinə bərabər olacaq. Onda bu da olacaq bizdə alfa üstə gəlsin 18 dərəcə. Onda üçbucaq BCY-dən üçbucağın daxili bucaqları cəmini yazsaq, alfa üstə gəlir alfa plus 18, bir də alfa plus 18. Bərabərdir bizdə 180 dərəcə olmalıdır. Buradan 3 alfamız bərabərdir. 18, 18, 36, 180-dən 36-nı çıxanda qalır 144 dərəcə. Alfa da bərabərdir 144-ü 3-ə bölürəm. 14 3-ə düşəcək 4 dəfə, 24 də 3-ə düşür 8 dəfə, 48. Deməli, alfanın qiyməti bizdə 48 dərəcə imiş. İndi dostlar, bettanı axtarsaq, üzr sayın, B bucağını axtarsaq, alfa plus 18-dir. Alfamız 48, üzərinə 18 də gələndə nəticədə alırıq, deməli 66 dərəcə. Bu da olur A variantı. Keçirik növbəti 14-cü suala. Dostlar, 14-cü sualda deyir ki, ABC üçbucağında, deməli, AB-miz bərabərdir BC-yə, o da 16. Deməli, ABC üçbucağında AB bərabərdir BC-yə və 16-dır. Tamam, qeyd elədik. Deyir ki, D nöqtəsi AB və Y nöqtəsi isə BC üzərindədir. D nöqtəsi AB-nin üzərindədir, Y nöqtəsi isə BC-nin üzərindədir. Və YD AB-yə perpendikulyardır. YD perpendikulyardır AB-yə. AD bərabərdir DB-yə. İndi dostlar, D nöqtəsini elə götürürəm ki, AD-miz DB-yə bərabər olsun. Onda D nöqtəsi AB-nin tam ortasında yerləşir, 2 bərabər hissəyə bölür. Eyni zamanda, deməli, Y nöqtəsini də elə götürür ki, deyir ki, Y nöqtəsi deməli BC-nin üzərindədir. Və YD-miz AB-yə nədir? Perpendikulyardır. Y nöqtəsində baxın, belə götürdük ki, deməli YD-miz AB-yə perpendikulyar olsun. İndi dostlar, deyir ki, perimetr AYC-miz 24-dür. Yazırıq, perimetr, deməli, üçbucaq AYC bərabərdir 24-də. Deməli, A ilə yenə də birləşdirirəm. AYC-in perimetri 24-dür. Bizdən AC nəyə bərabərdir? Bunu istəyir. İndi dostlar, gəlin belə eləyək. ABY üçbucağına baxsaq, ABY üçbucağında YD düz xətti AB-ni 2 bərabər hissəyə bölür. Eyni zamanda YD AB-yə perpendikulyardır. Deməli, Y təpəsindən AB-yə çəkilən düz xətt həm median, həm də hündürlükdür. Həm median, həm də hündürlük o vaxt olur ki, bizim YAB üçbucağımız bərabər yanlı olsun. Yəni, YB bərabərdir AY-yə. Onda dostlar, YB-yə biz A desək, AY də bizdə A qədərdir. İndi dostlar, BC ümumilikdə 16 idi. Bunun BY hissəsi A-dırsa, YC hissəsinə 16 minus A düşür. Burada gətirib 16 minus A yazırıq. Onda perimetr üçbucaq AYC üçün yazsam, bu zaman AY, YC və AC tərəflərini toplamalıyam. AY-miz A qədər, YC-miz 16 minus A qədər və plus AC-miz bərabərdir 24-də. Buradan A-lar gedir. Nəticədə 16 üstə gəl AC bərabərdir 24. AC də bərabərdir 24-dən 16 çıxsam 8. Deməli, AC-nin uzunluğu 8 imiş. Bu da B variantı. Keçirik növbəti dostlar, 15-ci sual. 15-ci sualda da deyir ki, oturacağı AC olan, AC bərabərdir 8 olan, ABC bərabər yanlı üçbucağından söhbət gedir. Deyir ki, bu üçbucaqda AD tənböləni çəkilmişdir. AD tənbölən isə A bucağını 2 bərabər hissəyə bölür. Alfa-alfa şəklində yazıram. Bizə deyir ki, bucaq C-miz 72 dərəcədir. AD üstə gəl BD cəmini tapın nəyə bərabərdir? İndi dostlar, ABC üçbucağı bərabər yanlıdır. Yəni, AB BC bərabərdir. Biz bilirik ki, bərabər yanlıdan söhbət gedirsə, bərabər yanlı üçbucaqda oturacağı birləşik bucaqlar bərabər olur. Yəni, bucaq C-miz bucaq A-ya bərabərdir. Onda bucaq A-da 72-dir. 2 bərabər hissəyə bölünür 36, 36. Yəni, alfanın yerinə gətirib 36 dərəcə yaza bilərik. Baxın, 36, 36. Bundan sonra dostlar, deməli, digər tərəfdən AD ilə deməli BD cəmini istəyir məndən. AD ilə BD cəmi, tamam. İndi dostlar, ABC üçbucağına baxsaq, ABC üçbucağında daxili bucaqların cəmi 180. Yəni, bucaq A, bucaq B, bucaq C-nin cəmi 180 götürürəm.
Bucaq A-mız 72 dərəcə. Bucaq C də 72 dərəcə. Üstə gəl bucaq B-miz bərabərdir 180 dərəcəyə. Buradan B-ni tapsam, 180-dən 2-dən 72, 144-ü çıxıram, qalır 36 dərəcə. Deməli, bucaq B-miz də bizdə 36 dərəcədir. Buradan alırıq ki, dostlar, deməli, BD-miz AD-yə bərabərdir. BD AD-yə bərabərdir, çünki ABD üçbucağı bərabər yanlıdır. Bucaqlardan ikisi bərabərdirsə, deməli, BD ilə AD bərabərdir. Onda BD-yə gətirib x yazsam, AD də məndə x qədərdir. İndi ADC üçbucağına baxsaq, dostlar, üçbucaq yazırıq ADC-də. Yenə üçbucağın daxili bucaqları cəmi 180 olmasına istifadə edirəm. Bucaq ADC, üstə gəlinsin DAC bucağı 36 dərəcə, üstə gəlinsin C bucağı 72 dərəcə bərabərdir 180-ə. Buradan ADC bucağını tapanda 180-dən 72-ni çıxanda qalacaq 108, 36 da çıxanda qalacaq deməli yenə 72 dərəcə. Deməli D bucağımızda bizdə 72 dərəcəymiş. Buradan alırıq ki, dostlar, deməli ADC də bərabər yanlıdır. ADC bərabər yanlıdır. Yəni AD ilə AC bərabərdir. Onda AD 8-ə bərabər olacaq. Tapırıq ki, buradan x bərabərdir 8 və onda BD də deməli 8-dir, çünki bu da x idi. Bizdən AD ilə BD-nin cəmini istəyir. 8 ilə 8-in cəmi bərabərdir 16-ya. Deməli, cavabımız A variantıdır. Keçirik növbəti 16-cı suala. Dostlar, 16-cı sualda oxşar qaydada həll olunacaq. Gəlin, sol tərəfdə, baxın, daha böyük formada şəkli çəkək, daha rahat göstərə bilək deyə. Baxın, bizim ABC üçbucağımız var. Aha, bir dənə də AD düz xətti çəkmişik. Deyir, oturacağı AC bərabərdir 6 olan ABC bərabər yanlı üçbucağı. Yəni, AB-miz bərabərdir BC-yə. Deyir, bu üçbucağın AD tənböləni çəkilmişdir. AD tənböləndir, yəni A bucağını 2 bərabər hissəyə bölür. Bucaq C-miz 72 dərəcə olarsa, AD ilə BD cəmini məndən istəyir. İndi dostlar, gəlin belə eləyək. Deməli, ABC üçbucağı bərabər yanlıdırsa, AB bərabərdir BC-yə və bu tərəflərə biçik bucaqlarda bərabər olmalıdır. Yəni, bucaq A-mız bucaq C-yə bərabərdir. Onda bucaq AD 72 dərəcədir və tənbölən bunu 2 hissəyə 36 olaraq bölür. Bundan sonra üçbucaq deməli ADC-yə baxsaq, ADC üçbucağına. Bu zaman üçbucaq ADC-də ümumiyyətlə bucaqların cəmi 180 dərəcə olmalıdır. Yəni 36, 72, bir də ADC bucağını toplasam, bərabərdir 180 dərəcəyə. Buradan bucaq ADC bərabərdir 180-dən 36, 72-nin cəmi 108-in çıxanda qalır 72 dərəcə. Bunu da aldıq ki, bu bucaq da 72-dir. Deməli, ADC bucağının, deməli, üçbucağının bucaqlarının ikisi bərabərdir. Onda bu demək ki, bu üçbucaq bərabər yanlıdır. Yəni, AD AC-yə bərabərdir. Onda AD də 6 olacaq. İndi gəlirik, deməli, ABD üçbucağına. Dostlar, ABD üçbucağında da, deməli, əgər ADC bucağı 72-dirsə, bunun qonşusunu tapanda 180-ə 72 çıxanda qalır 108 dərəcə. Yenə üçbucağın daxili bucaqları cəminə istifadə edib B bucağını tapa bilərəm. 108 ilə 36-nın cəmi eləyəcək 144. 180-nin də 144-ün çıxanda qalır 36 dərəcə. B bucağı da 36-dır. Buradan alırıq ki, ABD üçbucağı da bərabər yanlıdır. Bucaqlarının ikisi bərabər olduğu üçün. 36-36-dırsa, deməli AD ilə BD bərabərdir. AD 6-dırsa, BD də 6-dır. Bizdən AD ilə BD-nin cəmini istəyir. 6 ilə 6-nın cəmi də bərabər olacaq 12-yə. Bu da deməli A variantı. Keçirik növbəti 17-ci suala. Dostlar, 17-də, baxın, gəlin şəkli sol tərəfdən çəkək. Sonra yer məhdudiyyətimiz olmasın. Baxın, bizə AKB üçbucağı verilibdir. Bizə deyir ki, AK bərabərdir BK-yə, o da bərabərdir BC-yə. Gəlin, onda bir dənə KC düz xəttini çəkək. KC, bu da deməli bizim BD düz xəttimiz. Aha, deyir ki, AK bərabərdir BK-yə, o da bərabərdir BC-yə. AK deməli BK-yə bərabərdir, o da bərabərdir BC-yə. Tamam, qeyd elədik. KD-miz DC-yə bərabərdir. Deməli, KD bərabərdir DC-yə, bunu da qeyd elədik. Deyir ki, KAB bucağı 50 dərəcədir. Baxın, bu bucağımız 50 dərəcədir. Və bizə deyir ki, DBA bucağı, baxın, bu bucağın qiymətini məndən soruşur.
Yuxarıdan yaza bilərik. Bucaq DBA bərabərdir sual işarəsi. İndi dostlar, şərtə görə baxın, AKB üçbucağı bərabər yanlıdır. AK BK-yə bərabərdir. Onda bucaq A 50 dərəcədirsə, bucaq B-də bizdə 50 dərəcə olacaq. Bundan sonra dostlar, bizim CKB üçbucağı da bərabər yanlıdır. BK BC-yə bərabərdir. Bu bərabər yanlıdırsa, oturacağı birləşik bucaqlar bərabər olur. Onda 180-dən 50-ni çıxanda 130 qalır. 2 bərabər hissəyə bölsəm 65, 65 dərəcə düşəcək. 65, 65. Bundan sonra dostlar, deməli, bunu da qeyd elədik. Və dostlar, digər tərəfdən, deməli, BD düz xəttinə fikir versəz, BD düz xətti, deməli, qarşı tərəfi 2 bərabər hissəyə bölüb. Eyni zamanda bizim BKC üçbucağı da bərabər yanlı üçbucaqdır. BK BC bərabərdir. Bərabər yanlı üçbucaqda təpədən çıxan düz xətt, deməli, daha doğrusu median, eyni zamanda həm tənbölən, həm də hündürlükdür. Deməli, BD bizdə həm hündürlük olacaq, həm də tənbölən olacaq. Onda bucaq B 50 dərəcədirsə, bu 2 bərabər hissəyə 25, 25 olaraq bölünür. Deməli, bizdən DBC bucağının, DBA bucağının qiymətini istəyirdi. Bu da olacaq 25 dərəcə. Deməli, cavabımız Y variantıdır. Keçirik növbəti 18-ci suala. Dostlar, 18-ci sualda eyni qaydada həll edə bilərik. Yenə şəkli biraz böyük formada solda çəkirəm. AKB üçbucağımız var və KC düz xətti çəkilib. Bir də deməli BD düz xəttimiz var. Şərtə görə AK bərabərdir BK-yə, o da bərabərdir BC-yə. KD-miz bərabərdir DC-yə və KAB bucağımız deməli 40 dərəcədir. Bizə deyir ki, DBA bucağı, baxın bu bucaq nəyə bərabərdir? Bizdən bunu soruşur. İndi dostlar, bərabər yanlı üçbucaqdan söhbət gedir. AKB bərabər yanlıdır. AK bərabərdir BK-yə. Onda bucaq A 40 dərəcədirsə, bucaq B-də olacaq 40 dərəcə. Və dostlar, deməli, KBC üçbucağına baxsaq, bu da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır və dostlar, deməli B təpəsindən, baxın, B təpəsindən, deməli BD düz xətti çəkilib. BD düz xətti deməli mediandır. Baxın, CK-nı 2 bərabər hissəyə bölüb. Bərabər yanlı üçbucaqda təpədən çəkilən düz xətt əgər mediandırsa, o eyni zamanda həm hündürlük, həm də tənbölən olur. Deməli, BD eyni zamanda tənböləndir. 40-ı 2 bərabər hissəyə 20-20 olaraq böləcək. Yəni 20 dərəcə, burada 20 dərəcə düşür. Bizdən DBA bucağının qiymətini istəyirdi. Bu da 20 dərəcə C variantıdır. Keçirəm növbəti 19-cu suala. Dostlar, 19-cu sualda ABC üçbucağında bucaq B-miz deməli 80 dərəcə. Gəlin yazaq 80 dərəcə. ADC bucağımız 100 dərəcə. 100 dərəcə. AD-miz DC-yə bərabərdir. Və bizdən ACB bucağının deməli qiymətini istəyir. Baxın, deməli ACB bucağı, yəni bucaq C-nin qiymətini istəyir. İndi dostlar, gəlin belə eləyək. Biz bilirik ki, ADC üçbucağı bərabər yanlıdır. Bərabər yanlıdırsa, bucaq A ilə bucaq DC bir-birinə bərabərdir. Onda dostlar, 180-dən 100-ün çıxanda 80 qalır. Yəni, bu iki bucağın cəmi 80-dir. Bərabər olduğundan 2 bərabər hissəyə bölürəm, 40 dərəcə, 40 dərəcə. İndi dostlar, digər tərəfdən üçbucaq ABC-yə baxsaq, üçbucaq ABC-dən də daxili bucaqların cəminin 180 olmasını istifadə eləsəm, deməli, bucaq A-mız 40 dərəcə, bucaq B-miz 80 dərəcə və deməli, üstə gəlsin bucaq C bərabərdir 180 dərəcəyə. Buradan bucaq C-ni tapanda 40 ilə 80 cəmi 120, 180-dən 120-ni çıxanda qalır 60 dərəcə. Deməli, bucaq C-miz 60 alırıq. Bizdən də ACB-ni istəyirdi. Elə bu da bucaq C deməkdir. Bu da 60 dərəcə Y variantı. Keçirik növbəti 20-ci suala. Gəlin baxaq. Dostlar, 20-ci sualda deyir ki, ACB üçbucağında, ABC üçbucağında BC-miz AC-yə bərabərdir. Gəlin, yaxşı olar ki, şəkli çəkək. Baxın, belə bir ABC üçbucağımız var. Deməli, bir də götürürük. Ortada belə bir D nöqtəsi qeyd edirik və deməli BD, DC xəttlərini çəkirik. Deyir ki, ABC üçbucağında BC-miz AC-yə bərabərdir. Deməli, BC bərabərdir AC-yə. Bunu qeyd elədik. BD bərabərdir. Deməli, DC-yə bunu da qeyd elədik. Bucaq BDC. Deməli,
ABC bucağımız bizim nə qədərdir? 130 dərəcə. Buraya yazdıq 130. ABD bucağımız, baxın bu bucaq 30 dərəcədir. Bunu da qeyd elədik. DCA bucağının qiymətini istəyir. Baxın, məndən bu bucağı soruşur ki, niyə bərabərdir? Gəlin də başlayaq. İndi dostlar, biz bilirik ki, BDC üçbucağı bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda deməli BC oturacaq sayılır və bu oturacağa birləşik tərəflər bucaqlar bərabərdir. Onda daxili bucaqlar cəmi 180-dən 130-unu çıxıram, 50 qalır. 50-ni də 2 bərabər hissəyə bölsəm 25 dərəcə şəklində olacaq. Bundan sonra dostlar, üçbucaq ABC-yə baxsaq, üçbucaq ABC də bərabər yanlıdır. Şərtə görə BC bərabərdir AC-yə. Onda BC AC-yə bərabərdirsə, bucaq B-miz bərabər olacaq bucaq A-ya. Bucaq B 30-25-in cəmi 55 dərəcədir. Onda bucaq A-mız da olacaq bizdə 55 dərəcə. Onda dostlar, bucaq C-yə qalan qiymət, bucaq C üstə gəl 2 dənə 55 dərəcə bərabərdir 180 dərəcəyə. Bucaq C bərabərdir 2 dənə 55, 110. 180-dən 110-nu çıxanda 70 dərəcə qalır. Bucaq C tam halda 70 dərəcədirsə, bunun DCA hissəsi 70-dən 25-ini çıxıram, qalır 45 dərəcə. Deməli, cavabımız 45-dir. Bu da D variantı. Keçirik növbəti 21-ci suala. Dostlar, 21-ci sualda bərabər tərəfli ABC üçbucağında, gəlin çəkək şəkli. Deməli, bərabər tərəfli ABC üçbucağı qeyd edirik. Aha. Deyir ki, CAN bucağımız deməli 25 dərəcədir. Gəlin bir dənə AN düz xətti çəkək. Bu AN olsun. Bir də deməli BM düz xətti çəkək. Bu da BM. Və bunların da kəsişməsi D nöqtəsidir. Deyir ki, CAN bucağı, baxın bu bucağımız 25 dərəcədir. CBM bucağımız, deməli bu bucaqda 40 dərəcədir. Bizə deyir ki, NDB bucağı, NDB, baxın bu bucaq nəyə bərabərdir? Bizdən bunu soruşur. Aha, indi gəlin belə eləyək. Bərabər tərəfli üçbucaqdan söhbət gedirsə, bərabər tərəfli üçbucaqda bucaqlardan üçü də bir-birinə bərabərdir və 60 dərəcəyə bərabər olur. Onda bucağa 60 dərəcədirsə, onda bu o deməkdir ki, 60-dan 25-in çıxanda bu hissəyə, yəni NAB bucağına qalır 35 dərəcə. Bucaq B də 60 dərəcədirsə, 60-dan 40-ın çıxanda DBA bucağına da qalır 20 dərəcə. Onda dostlar, bucaq ADB-ni axtarsam, deməli, ADB üçbucağında bucaq ADB üstə gəlir 35 dərəcə, bir də 20 dərəcə, bərabərdir 180 dərəcəyə. Bucaq ADB bərabərdir 35 ilə 20-nin cəmi 55 eləyir. 180-dən 55-in çıxanda qalır 125 dərəcə. Bu bucaq 125-dir. Bizdən də NDB bucağını istəyir, yəni bunun qonşusunu. 180-dən 125-ində çıxanda qalır 55. Deməli, NDB bucağı 55 dərəcə olmalıdır. Növbəti keçirəm dostlar 22-yə. 22 də eyni qaydada həll olunacaq. Yenə bizə bərabər tərəfli ABC üçbucağı verilir. Gəlin qeyd edək. Aha. Bir dənə AN düz xətti və bir də deməli BM düz xətti çəkirik. Aha. İndi dostlar, bizə şərtə görə deyir ki, CAN bucağımız 25 dərəcədir. CBM bucağımız deməli 35 dərəcədir. Və bizə deyir ki, NDB bucağı nəyə bərabərdir? Baxın, bunu tapın. İndi dostlar, yenə bayaqki qaydada həll eləyirəm. Bərabər tərəfli üçbucaqdırsa, bərabər tərəfli üçbucağın bütün tərəfləri, bütün bucaqları bir-birinə bərabər olur və 60 dərəcəyə bərabərdir. Bucağa 60-dırsa, onda NAB 60-dan 25-ini çıxıram, qalır 35 dərəcə. Və bucaq B də 60-dırsa, bu zaman 60-dan 35-ini çıxıram, qalır 25 dərəcə. Onda ADB bucağını axtarsam, bucaq ADB üstə gəlir 35, bir də 25, yəni üçbucağın daxili bucaqları cəmi bərabərdir 180. Buradan bucaq ADB bərabərdir 180-dən 35, 25. Yəni 60-ın çıxanda qalacaq 120 dərəcə. Bura 120-dirsə, 120-nin qonşusu da 60 olmalıdır. Məndən NDB-ni istəyirdi, bu da 60-dır. Deməli, cavabımız 60 olacaq. Keçirik növbəti 23-cü suala. Dostlar, 23-cü sualda deyir ki, bərabər tərəfli ABC üçbucağında, gəlin qeyd edək. Baxın, ABC üçbucağıdır. ABC. Bərabər tərəflidir. Tamam. Deyir ki, bərabər yanlı, üzrü sayım, bərabər yanlıdır.
Deyir ki, AC-miz bərabərdir BC-yə. AC bərabərdir BC-yə. Tamam. Bucaq C-miz 50 dərəcədir. Gətirib bura 50 dərəcə yazıram. CAN bucağımız, baxın bir dənə AN düz xətti çəkirəm. Bir dənə də deməli yenə BM düz xətti çəkirik. Bu da BM-imiz olsun. Aha. Bu da kəsiş nöqtəsi D. Deyir CAN bucağımız. Baxın bu bucaq 20 dərəcədir. CBM bucağımız deməli 40 dərəcədir. Bizə deyir ki, yenə NDB bucağının dərəcə ölçüsünü soruşur ki, nəyə bərabərdir? Dostlar, bərabər yanlı üç bucaqdan söhbət gedirsə, oturacağa birləşik bucaqlar bərabər olur. Yəni, bucağa bərabərdir bucaq B-yə. Onda dostlar, deməli, mən 180-dən təpə bucağa 50-ni çıxsam, yerdə qalacaq 130. Bunu da 2 bərabər hissəyə bölsəm, bərabərdir 65. Yəni, bucaq A-da, bucaq B-də 65 dərəcədir. Onda bucaq A 65-dirsə, 65-dən 20-ni çıxanda qalacaq 45 dərəcə, yəni NAB 45-dir. Bucaq B-də 65-dirsə, bundan 40-ını çıxanda qalır bizdə 25 dərəcə. DBA da 25-dir və üçbucağın deməli 2 daxili bucağının cəmi 3-cü bucağın xarici bucağını verir. Yəni, bucaq NDB bərabərdir. Deməli, DAB ilə DBA-nın cəminə, yəni 45 ilə 25-in cəminə. Bu da bərabər olacaq 70 dərəcə. Deməli, cavabımız 70 olmalıdır. Növbəti keçirik 25-ci suala. Bu neçə idi? Dostlar, üzrü sayın. Bu 23-cü sualı idi. İndi 24-də baxırıq. Dostlar, 24-cü suala baxsaq, 24 də yəqin ki, oxşar qaydada həll olunacaq. 24-də də yenə şəkli çəkirik. Deməli, bizim bərabər yanlı ABC üçbucağımız var. ABC. Şərtə görə AC-miz deməli BC-yə bərabərdir. Bir dənə AN düz xətti, bir də BM düz xətti verilibdir. Aha, qeyd edirik. Kəsişmə nöqtəsi də bizdə D-dir. Deyir ki, bucaq C-miz 40 dərəcə. Aha, gətirib yazdıq. CAN bucağımız 30 dərəcə. Aha. CBM bucağımız 50 dərəcə. Və bizdən NDB bucağının qiymətini istəyir. Dostlar, bərabər yanlı üç bucaqdan söhbət gedirsə, bərabər yanlı üç bucaqda oturacağı birləşik bucaqlar bərabər olur. Yəni, bucaq A bərabərdir bucaq B-yə. Və bunu da tapmaq üçün üçbucağın daxili bucaqları cəmi 180-dən təpə bucağı 40-ı çıxıram, qalır 140. 2 bərabər hissəyə bölsəm, hərəsini 70 dərəcə düşəcək. Yəni, bucaq A-da, bucaq B-də 70 dərəcəyə bərabərdir. Bucaq A 70-dirsə, bunun CA-nin hissəsi 30 dərəcə olanda NAB-yə qalacaq 40 dərəcəsi. Və bucaq B-də 70-ə bərabərdir. 50-ni çıxsaq, DBA-yə qalacaq 20 dərəcəsi. Və bucaq deməli NDB-ni tapmaq istəyiriksə, 2 daxili bucağın cəmi 3-cü bucağın xarici bucağını verirdi. Yəni, NDB ona qonşu olmayan 2 daxili bucağın cəmidir. 40 ilə 20-nin cəmi, bu da bərabərdir 60 dərəcə. Növbəti keçirik dostlar. Deməli, 25-ci suala gəlin baxaq. 25-də nə deyir? Deyir ki, bir bucağı 120 dərəcə olan bərabər yanlı üç bucağın oturacaqdakı bucağının tən böləni 12/2 olarsa, oturacağın uzunluğunu tapın. Gəlin baxaq. Deməli, bir bucağı 120 dərəcə olan bərabər yanlı üç bucaq çəkirik. Dostlar, bucağın biri 120-dirsə, üç bucaqda bir dənə kör bucaq ola bilər. Onda təpə bucağını götürürəm 120 dərəcə. Aha. Deyir ki, bərabər yanlıdır. Onda yan tərəfə birləşik bucaqlara da 180-dən 120-ni çıxanda 60 qalır. 2 bərabər hissəyə böləndə 30 düşür. Deyir ki, oturacaqdakı bucağın tən böləni, baxın, bunun tən böləni bizdə bərabərdir 12/2-yə. Oturacağın uzunluğunu məndən istəyir. İndi dostlar, biz bilirik ki, baxın, 30 dərəcənin tən bölənini çəkmişiksə, 30 dərəcəni 2 bərabər hissəyə böləcək. 15 dərəcə, 15 dərəcə şəklində. Və aşağıdakı üç bucağın daxili bucaqları cəminin 180 olmasını istifadə edəsəm, bizim bu bucağımız, deməli, buna alfa yaza bilərik. Alfa üstə gəlinsin 15, bir də 30, bərabərdir 180. Buradan alfa bərabərdir 15, 30, 45 eləyir. 180-dən 45 çıxanda qalır 135 dərəcə. Bu bucaqda 135 dərəcə. İndi dostlar, bizdən oturacağın uzunluğunu istəyirsə, oturacağa x deyirəm və sinuslar teoremindən, sinuslar deməli teoremindən istifadə edəsək,
Deməli, A-nın sinus alfaya nisbəti bərabər idi B-nin deməli sinus behtəyə nisbəti. Və hətta bərabərdir C-nin sinus qammaya nisbəti, o da xarici çəkilmiş çevirən radiusun 2 qatını verirdi. Sadəcə bizə bu hissəsi maraqlıdır. Onda dostlar, deməli x tərəfinin sinus 135 dərəcəyə nisbəti bərabərdir bizdə 12 kök altda 2-nin də sinus 30 dərəcəyə olan nisbəti. İndi dostlar, buradan x-in sinus 135 dərəcə ilə sinus 45 dərəcə ilə eyni qiymət alır. Çünki bir-birini 180-ə tamamlayır. Və dostlar, deməli 12 kök 2-nin də sinus 30-a olan nisbəti. Buradan deməli x-i tapsam, sinus 45 bizdə kök 2 bölü 2 idi. Bunu vururuq 12 kök altda 2-yə, bölürük sinus 30-a, yəni 2-də 1-ə. 2-dələr ixtisar getsin. 12 kök 2-ni bir də kök altda 2-yə vuranda nəticədə 24 qiymət alınır. Deməli, oturacağın uzunluğu 24-ə bərabərdir. Növbəti keçirik dostlar 26-cı suala. Gəlin baxaq. 26-da deyir ki, ABC üçbucağında, gəlin şəkli sağdan çəkək. Baxın, belə bir üçbucaq çəkirik. ABC üçbucağı. Bizə deyir ki, ABC üçbucağında deməli AB-miz bərabərdir AC-yə. AB AC-yə bərabərdir və B hərfi ilə işarə edir. BC-miz bərabərdir A qədərdir. BC-miz deməli A-ya bərabərdir. BK A minus B-dir. Deməli, BK A minus B qədərdir. Dostlar, BK hissəsinin uzunluğu A çıxılsın B qədərdirsə, onda BC ümumilikdə A-dırsa, deməli biz bundan B hissəsini çıxmışıq. Onda KC-nin uzunluğu deməli B-yə bərabər imiş. Baxın, BC ümumilikdə A-dırsa, biz A-dan KC hissəsini, yəni B-ni çıxsaq, bizə A minus B-ni, BK-nın uzunluğunu verər. Onda alırıq ki, KC-nin uzunluğu B imiş. Bizə deyir ki, BAK bucağı 15 dərəcədir. Baxın, bura 15 dərəcə yazıram. BCA bucağının dərəcə ölçüsünü tapın. Deməli, BCA nəyə bərabərdir? Baxın, bizdən bunu istəyir. Bucaq BCA bərabərdir sual işarəsi. İndi dostlar, buradan biz bilirik ki, ACK üçbucağı bərabər yanlıdır. Çünki şərtə görə, baxın, deməli, şərtə görə bizim AC-miz deməli KC-yə bərabərdir. Onda gətirib bu bucağa alfa yazsam, bu da bizdə alfa qədər olacaq. Və dostlar, bucaq C-yə beta desək, bizim ABC üçbucağı da bərabər yanlı olduğundan, AB AC-yə bərabər olduğundan, deməli, bucaq B-miz də olacaq beta qədər. İndi buradan deyə bilərik ki, üçbucaq deməli AKC-dən baxsaq, deməli, 2 alfa üstəgəl betanın cəmi bərabərdir 180 dərəcəyə. Bir də dostlar, üçbucaq ABC-dən baxsaq, ABC-dən. Bu zaman, deməli, 15 dərəcə üstəgəl alfa, üstəgəlsin 2 betamız bərabərdir 180 dərəcə alırıq. Dostlar, bunu sistem şəklində yazıb sadələşdirsək, 2 alfa üstəgəl betamız bərabərdir 180 dərəcəyə, alfa üstəgəlsin 2 betamız da bərabərdir 180-dən 15-in çıxanda qalır 165 dərəcə. Bizdən nəyi soruşurdu? Bizdən deməli, hansı bucağı soruşurdu? BCA-nı. BCA, betanı soruşur. İndi dostlar, nə edirəm? Götürürəm, ikinci verilən ifadənin hər tərəfini 2-yə vururam. Bu zaman 2 alfa üstə gəlsin 4 beta bərabərdir. 165-i 2-yə vuranda alırıq 330 dərəcə. Aha. Və bundan sonra birinci ifadəni olduğu kimi gətirib altda yazıram. Bərabərdir 180 dərəcəyə. Əgər tərəf-tərəfə çıxsaq alfalar gedər. Nəticədə 3 beta bərabərdir 330-dan 180-ni çıxanda qalacaq 150 dərəcə. Və beta da bərabərdir 150-ni 3-ə böləndə alıram 50 dərəcə. Məndən BCA bucağını istəyirdi. Bu da betaya bərabərdir, yəni 50 dərəcə olacaq. Növbəti keçirik dostlar 27-ci suala. Oxşar sualdır. Eyni qaydada həll edəcəm. Deməli, üçbucaq ABC, baxın, bizim ABC üçbucağımız var. Bu üçbucaqda bir dənə AK düz xətti çəkibdir və şərtə görə AB bərabərdir AC-yə, o da B-yə bərabərdir. B-ni işarə edirik. BC-miz deməli, ümumilikdə A-ya bərabərdir və BK-mız deməli A minus B qədərdir. Dostlar, BK-nı tapanda BC-dən B-ni çıxmışıq. Biz bilirik ki, KC hissəsi var.
Əgər mən BC-dən KC-ni çıxsam, mənə BK-nı verər. Onda A-dan B çıxmışıqsa, deməli bizim KC hissəmiz də B qədər uzunluqdaymış. Ümumi uzunluq A-dır. A-dan B-ni çıxanda mənə BK-nı, yəni BK hissəsinin uzunluğunu verəcək. İndi dostlar, bizə deyir ki, BAK bucağı, baxın, BAK bucağı, bu bucağımız 30 dərəcədir və BCA bucağının dərəcə ölçüsünü istəyir. Yazırıq, bucaq BCA bərabərdir sual işarəsi. İndi dostlar, biz bilirik ki, ACK üçbucağı bərabər yanlıdır. Çünki AC-miz deməli KC-yə bərabərdir. Hər ikisi B ilə işarə olunub. Onda bucaq deməli CAK ilə bucaq AKC bir-birinə bərabər olacaq. Bunlara götürüb alfa-alfa yaza bilərik. Digər tərəfdən ABC də bərabər yanlı idi. Onda bucaq B-yə beta yazsam, bucaq C-miz də beta qədərdir. Onda üçbucaq ABC-dən bucaqları cəmini yazsaq, bu zaman 30 üstə gəlinsin alfa, üstə gəl 2 betamız bərabərdir 180 dərəcəyə. Digər tərəfdən üçbucaq AKC-dən bucaqlar cəmini yazsaq, bu zaman 2 alfa üstə gəl beta bərabərdir 180 dərəcə alırıq. İndi dostlar, bunu sistemə alıram. Buradan alfa üstə gəlsin 2 betamız bərabərdir 180 dərəcəyə. Bir də 2 alfa üstə gəl betamız, üzrü sayın, alfa üstə gəl 2 betamız, baxın birincidən 30'u sağ tərəfə atmalıydım. Alfa üstə gəl 2 betamız bərabərdir 180-dən 30'unu çıxanda 150 dərəcə və 2 alfa üstə gəl betamız bərabərdir 180 dərəcəyə. Yenə sistemə alırıq. Əgər birinci tənliyin hər tərəfini 2-yə vursam, 2 alfa üstə gəl 4 beta bərabərdir 300 dərəcə və ikinci tənliyi olduğu kimi gətirib altda yazıram. Bu da 180 dərəcəyə bərabərdir. Tərəf-tərəfə çıxanda alfalar gedir. 3 beta bərabərdir 120 dərəcə, beta da bərabərdir 40 dərəcə. Dostlar, bizdən BCA bucağını, yəni betanı istəyir, bu da 40 dərəcə. Növbəti keçirik 28-ci suala. Dostlar, 28-ci sualda bərabər yanlı ABC üçbucağında AC oturacağının uzunluğu 8-ə, medianların kəşf nöqtəsindən B təpəsinə qədər məsafəsi 2-yə bərabərdir. Gəlin bərabər yanlı üçbucağımızı çəkək. AC oturacaqdır deyir. Onda B təpə nöqtəsini yuxarıda qeyd edirəm və bərabər yanlıdırsa yan tərəfləri bərabər götürdük. Bizə deyir ki, AC oturacağının uzunluğu 8-dir. Medianların kəşf nöqtəsindən, baxın medianların üçünü də çəkirəm. Medianların deməli kəşf nöqtəsindən. Kəşf nöqtəsini O ilə işarə edə bilərik. Deyir, kəşf nöqtəsindən B təpəsinə qədər məsafə, yəni BO məsafəsi bərabərdir 2-yə. Aha, 2 yazırıq. Deyir, ABC üçbucağının perimetrini tapın. İndi dostlar, gəlin belə eləyək. Biz bilirik ki, medianlar kəşflikdə 2-nin 1-ə nisbətlə bölünür. Yəni, əgər B təpəsindən çəkilən medianı ardını yazsam, BK şəklində işarə edə bilərəm. Bu o deməkdir ki, BO-nun OK-ya nisbəti bərabərdir bizdə 2-nin 1-ə. Onda dostlar, BO-nun uzunluğu elə 2-dirsə, onda OK-nın uzunluğuna da 1 düşür ki, 2-nin 1-ə nisbəti alınsın. Gətirib OK-ya da bir qiymət yazıram. Digər tərəfdən üçbucaq bərabər yanlı olduğundan, bu zaman təpədən B-dən çəkilən deməli median eyni zamanda hündürlük olur. Yəni BK bizdə həm də hündürlükdür. Onda median olduğundan 8-i 2 bərabər hissəyə bölür 4-4. Hündürlük olduğundan düzbucaqlı üçbucaq kimi baxa bilərik. Və Pifaqor teoremini tətbiq eləsəm, BC-nin uzunluğu bərabərdir kök altında katetlərin kvadratı cəmi. BK 3-dür, 3-ün kvadratı, KC də 4-dür, 4-ün kvadratı. Bu da 9, 16, 25, bundan da 5 çıxır. Deməli, BC də 5-dir. BC 5-dirsə, bərabər yanlı olduğundan AB də 5-dir. Məndən ABC üçbucağının perimetrini istəyir. Perimetrdə tərəflərin cəmi 5, 5, 8. Bu da bərabərdir 18-ə. Deməli, cavabımız 18 olmalıdır. Keçirik növbəti 29-cu suala. Gəlin baxaq. Dostlar, 29-cu sualda deyir ki, oxşar sual verilib deyəsən yenə də. Bərabər yanlı ABC üçbucağında AC oturacağın uzunluğu 16-dır. Gəlin şəkli çəkə-çəkə oxuyaq. Baxın, bərabər yanlı üçbucaqdan söhbət gedir. Deməli, AC oturacağımızdırsa B nöqtəsini yuxarıda qeyd edirik və oturacağın uzunluğu 16-ya bərabərdir. Bizə deyir ki, medianların kəşf nöqtəsindən AC-yə qədər məsafə 2-dir. Baxın, deməli, medianların üçünü də qeyd edirəm. Aha, medianlar bir nöqtədə kəşfir və qaydaya əsasən bilir ki, medianlar kəşflikdə 2-nin 1-ə nisbətlə bölünür. Əgər BK medianını qeyd eləsək,
Bu zaman BO-nun OK-ya nisbəti bərabərdir bizdə 2-nin 1-ə şəklində olacaq. Dostlar, bizə deyir ki, medianların kəsişmə nöqtəsindən, yəni O nöqtəsindən AC-yə qədər olan məsafə, AC-yə qədər olan məsafə 2-yə bərabərdir. Digər tərəfdən dostlar, onu da qeyd eləyək ki, ABC bərabər yanlı üçbucaq olduğundan B təpəsindən çəkilən median eyni zamanda hündürlükdür. Yəni BK eyni zamanda həm də hündürlük olur. Onda BK həm də hündürlükdür. 90 dərəcə bucağı işarə edirik və deyir ki, medianların kəsişmə nöqtəsindən AC-yə qədər məsafə deyəndə perpendikulyarın uzunluğunu deyir. Yəni OK məsafəmiz bizdə 2-dir. OK 2-dirsə, onda yazırıq BO-nun deməli 2-yə nisbəti bərabərdir 2-nin 1-ə nisbəti. Buradan alıram ki, BO bərabərdir 2-2-nin 4. Deməli, BO-muz 4-üymüş. Və dostlar, deməli, hündürlükdür, həm də mediandır BK-mız. Median olduğundan, deməli, AC-ni 2 bərabər hissəyə böləcək. 16-nı 2 hissəyə bölür, 8, 8 və düzbucaqlı üçbucaqdan BC-nin uzunluğunu axtarsaq, deməli, hipotenuzun uzunluğunu tapanda katetlərin kvadrat cəmindən kök alırdıq. 4, 2, 6, 6-nın kvadratı 36 edəcək. 8-in kvadratı 64. Buradan da alırıq ki, BC bərabərdir kök altında 100, 100-dən də 10 qiyməti çıxır. BC-miz 10-dur. Bərabər yanlı olduğundan AB-də 10-dur. Bizdən ABC-nin perimetrini istəyir. Onda perimetr ABC bərabərdir 10, 10, bir də 16-nın cəmi. Bu da bərabər olacaq 36-ya. Cavabımız 36-dır. Növbəti keçirik dostlar 30-cu suala. Gəlin baxaq. 30-cu sualda deyir ki, ABC üçbucağının AB tərəfi üzərində M və N nöqtələri qeyd olunub. Gəlin şəkli solda qeyd edək, üzərində daha rahat göstərə bilək. Aha, deməli, ABC üçbucağı qeyd edirik. Bizim ABC üçbucağımız. Deməli, oturacağın üzərində M nöqtəsi, bir də deyir ki, N nöqtələri qeyd olunub. Aha, bunu da şəkildəki kimi çəkirəm. Və bizə deyir ki, AN-imiz bərabərdir AC-yə. Deməli, AM məsafəsi, baxın, bu məsafəmiz bizdə AC-yə bərabərdir. AC-yə bərabərdir. BM məsafəmiz, deməli, BC-yə bərabərdir. Baxın, bu məsafə BM-imiz, deməli, BC-yə bərabərdir. Aha. Və deyir ki, MC-nin bucağı 38 dərəcədir. MC-M bucağı 38 dərəcədir. Və bizdən nəyi soruşur? ACB bucağının, bucaq ACB nəyə bərabərdir? Bunu məndən istəyir. Aha. İndi dostlar, gəlin belə eləyək. Deməli, dostlar, AC-nin bucağına əgər x desəm, baxın, AC-nin bucağına əgər x desəm, biz bilirik ki, AC-nin üçbucağı bərabər yanlıdır. AC bərabərdir AN-ə. Onda bizim AC-nin bucağı ilə ANC bucağı bərabər olacaq. Yəni, AC-nin x üstəgəl 38-dirsə, ANC də x üstəgəl 38-dir. Bərabər yanlı şərtindən bunu deyə bilirik. Digər tərəfdən, MCB üçbucağına baxsaq, BC BM-ə bərabərdir. Buradan deyə bilərik ki, deməli, MCB bucağı da CMB bucağına bərabərdir. Əgər gətirib bura y yazsam, 38 plus y, onda CMB bucağı da 38 üstəgəl y olacaq. Bərabər yanlı şərtindən. İndi dostlar, üçbucaq deməli, MCN-ə baxsaq, bu zaman daxili bucaqlar cəmi, yəni 38 plus y, üstəgəl 38 üstəgəl x və təpə bucağımız 38, bərabərdir bizdə 180 dərəcə yazmalıyıq. Buradan x üstəgəl y, x üstəgəlsin y, üstəgəlsin 38-in 3 qatı. Deməli, 38-i 3-ə vuranda 8 üçün 24, 3 üçün 9, 2 də yadda 114 dərəcə, bərabərdir 180 dərəcəyə. Buradan da x üstəgəlsin y-imiz bərabərdir. 180-dən 114-ün çıxanda qalır 66 dərəcə. X, y cəmi 66 dərəcədir. İndi dostlar, bizdən ACB bucağını istəyirdi. Onda yazırıq, bucaq ACB, aha, bərabərdir. X üstəgəl y, bir də 38-in cəmi. X, y cəmi 66-dır. Üzərinə bir də 38 gələndə nəticədə alırıq 104 dərəcə. Deməli, cavabımız 104 olmalıdır. Növbəti keçirik 31-ci suala. 31-ci sualda da oxşar qaydada verilibdir. Gəlin baxaq. 31-də də, baxın, şəkli olduğu kimi çəkə bilərik. Amma çəkməsək də olar. Dostlar, şərtə görə deyir ki, ABC üçbucağının AB tərəfi üzərində M və N nöqtələri qeyd olunmuşdur.
AN-imiz bərabərdir bizdə AC-yə. BM-imiz də deməli bərabərdir BC-yə və bucaq MCN 42 dərəcədir. Bizdən ACB bucağı nəyə bərabərdir? Bunu istəyir. İndi dostlar, gəlin belə eləyək. AC-nin üçbucağında AC ilə AN bərabərdirsə, bərabər yanlı üçbucaqdan söhbət gedir. Bu zaman C-nin tərəfinə birləşik bucaqlar bərabər olmalıdır. Əgər bu bucağa mən x desəm, onda bizim AN-ci bucağımız da x üstə gəlsin 42 qədər olmalıdır. Yəni bərabər olmalıdır. Bundan əlavə, deməli, MCB üçbucağında da BC ilə BM bir-birinə bərabərdir. Əgər sağdakı bucağa y desək, bu zaman MCB 42 üstəgəl y olur. Onda CMB də 42 üstəgəl y olmalıdır bərabər yanlı şərtindən. Onda üçbucaq deməli MCN-ə baxsaq, MCN üçbucağı. Bu üçbucaqda daxili bucaqların cəmi 42 plus y üstəgəl x plus 42 üstəgəl bir də 42 təpə bucağı bərabərdir 180 dərəcəyə. Buradan x üstə gəlsin y bərabərdir 180-dən deməli 42-nin 3 qatını çıxırıq. Yəni 126 dərəcə çıxırıq. Bu da bərabər olacaq bizdə deməli 54 dərəcəyə. Deməli x, y cəmi 54-dür. Bizdən bucaq ACB-ni istəyir. Bu da x üstə gəlsin y bir də 42-nin cəmidir. X, y cəmi 54-dür. Üzərinə 42 də gəldikdə nəticədə alırıq 96 dərəcə. Deməli, cavabımız 96 olmalıdır. Növbəti keçirik dostlar 32-ci suala. Gəlin baxaq. 32-ci sualda nə deyir? 32-də deyir ki, ACB üçbucağından AF və BD, AF, BD və C medianları P nöqtəsində kəsişir və PY bərabərdir PF-ə, o da bərabərdir 2-də 1 kök altında 41, PD-miz bərabərdir 4-ə. Bizə deyir ki, ABC üçbucağının perimetrini tapın. Gəlin dostlar, şəkli sol tərəfdən çəkək. Baxın, bizim belə bir üçbucağımız var. Deməli, ABC üçbucağı, AF medianı, sonra CY medianı, bir də deməli BD medianı çəkilmişdir. BD medianı. İndi dostlar, bizə deyir ki, deməli, PY məsafəsi deməli YF məsafəsinə bərabərdir. PY məsafəsi PF məsafəsinə bərabərdir. O da 2-də 1 kök altında 41-dir. Dostlar, gətirib bura mən 2-də 1, bura bizdə kəşif nöqtəsini P yazaq. Kök altında 41 yazsam, burada 2-də 1 kök altında 41 yazsaq. Biz bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Yəni, PC məsafəsi YP-dən 2 dəfə böyükdür. Onda bura olacaq kök altında 41. Və AP məsafəsi də deməli PF-dən 2 dəfə böyükdür. Burada olacaq bizdə AP də kök altında 41 qədər. Digər tərəfdən dostlar, deməli PD məsafəsi şərtə görə 4-dür. Dostlar, biz dedik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünürsə, deməli BP PD-dən 2 dəfə böyük olmalıdır. BP də olacaq 8. Aha, bunu da qeyd elədik. Və dostlar, diqqət edirsinizsə, AF ilə CY bir-birinə bərabərdir. Çünki bunların bölündüyü hissələr bərabərdir. Hər ikisi kök altında 41, 2-də 1 kök altında 41 kimi hissələrə bölünüb. Deməli, yan tərəflərə çəkilən medianlar bərabərdirsə, deməli, yan tərəflər bərabərdir demək. Yəni, bu o deməkdir ki, AB bərabərdir bizdə BC-yə. İndi dostlar, bərabər yanlıdırsa, bərabər yanlıda təpədən çəkilən median eyni zamanda həm də hündürlük olur. Yəni, bu o demək ki, BD həm də hündürlükdür. Onda dostlar, üçbucaq deməli, DPC-dən baxsaq, üçbucaq DPC-dən. Aha, bu zaman düzbucaqlı üçbucaqdan DC uzunluğunu axtarsam, DC bərabərdir kök altında hipotenuzun kvadratından çıxıram, deməli, katetin kvadratını. Bu da bərabərdir kök 41-in kvadratı 41 eləyir və 4-ün kvadratı 16 eləyir. Bu da bərabərdir bizdə. Bu bizim DC məsafəmiz idi, C düşməyib. Bu da bərabərdir kök altında 25-ə, 25-dən də 5 çıxacaq. Deməli, DC-nin uzunluğu 5-ə bərabərdir. Digər tərəfdən üçbucaq BDC-dən axtarsaq, üçbucaq BDC-dən BD ilə DC katetlərdir. Bu zaman BC-nin uzunluğunu axtarsam, BC də kök altında katetlərin kvadrat cəmidir. BD 8, 4-ün cəmi 12-dir. 12-nin kvadratı ilə DC-nin kvadratı 5-in kvadratını toplayıram.
Bu da 144 ilə 25-in cəmi 169 eləyir. Bundan da 13 qiyməti çıxır. Və bərabər yanlı olduğundan AB də 13-dür. Və bizdən perimetr istəyirdi. Perimetr də bərabərdir 13, 13 bir də. Dostlar, AC-mizdə DC 5-dirsə, AD də 5-dir. Çünki BD medianı idi. Onda AC də 10-dur. 13, 13, 26, onda gələndə alıram 36. Deməli, perimetrimiz 36-ya bərabərdir. Növbəti keçirik dostlar 33-cü suala. Gəlin baxaq. 33-cü sualda da dostlar yenə şəkli çəkib qeyd edə bilərik. Baxın, ABC üçbucağı verilib bizə. ABC üçbucağı. ABC üçbucağında AF də mediandır. CY də mediandır. Və bir də deməli BD düz xətti çəkirik. Bu da nədir? Mediandır. Və medianların kəşf nöqtəsini P hərfi ilə ifadə edirik. Şərtə görə PY bərabərdir PF, o da 3/1 kök altı 97-dir. Deməli, PY-miz 3/1 kök altında 97-dir. Aha. Sonra PF-miz də deməli 3/1 kök altında 97-dir. Bu da tamam. Və PD-nin uzunluğu isə bizdə 2/3/2 verib. 2/3/2-dir. Bizə deyir ki, ABC üçbucağının perimetrini tapın. İndi dostlar, diqqət edirsinizsə, ümumiyyətlə, üçbucağın medianları kəsişəndə 2-nin 1-ə nisbətdə bölünür. Yəni, PD 2/3/2-dirsə, onda BP-nin uzunluğu bərabərdir. Deməli, 2 vurulsun 2/3/2. Bunu da düzgün olmayan kəsrə çevirsəm, 3-də 2, 3-ün 6, 2 də gələndə 8 eləyir. Bu da bərabərdir bizdə, deməli, 3/16-ya. 3/16-da olacaq 5/3/1. Və gətirib buraya yazıram 5/3/1. Bu bizim BP-nin uzunluğu. Eyni qaydada AF medianı da kəsişmədə deməli 2-nin 1-ə nisbətdə bölünür. Onda buradan AP-nin uzunluğunu da axtarsam, AP də bərabərdir 2 vurulsun 3/1 kök altında 97. Bunu da yaza bilərik 3/2 kök altında 97. Bu da bizdə 3/2 kök altında 97-dir. Bu da tamam. Eyni qaydada dostlar, əgər YP PF bərabərdirsə, deməli AP də PC bərabər olacaq. Bu da 3/2 kök altında 97 olacaq. Çünki dostlar, median kəsişəndə 2-nin 1-ə nisbətdə bölünür. Yəni AP deməli bizdə PF-in 2 qatıdırsa, deməli bizdə PC də YP-in 2 qatıdır. Yəni eyni qədərdir. Və dostlar, yan tərəfə çəkilən medianlar bərabər olduğundan deyə bilərik ki, bizim üçbucağımız bərabər yanlıdır. Yəni AB-miz bərabərdir BC-yə. Dostlar, bərabər yanlıdırsa, bərabər yanlıda təpədən çəkilən median eyni zamanda hündürlük olur. Yəni BD həm də hündürlükdür, həm qarşı tərəfi 2 bərabər hissəyə bölüb, həm də hündürlükdür. Onda dostlar, burada düzbucaqlı üçbucaq alırıq. Üçbucaq DPC-yə baxsaq, dostlar, DPC üçbucağı düzbucaqlı üçbucaqdır. Buradan DC-nin uzunluğunu axtarsam, kök altında hipotenuzun kvadratından katetin kvadratını çıxmalıyam. Yəni 3/2 kök altında 97-nin kvadratından çıxmalıyam 2/3/2. Bu nə qədər idi? 3/8 idi. 3/8-in kvadratına. Bu da bərabərdir kök altında. Dostlar, 3-dələri ilə bir məxrəcdə yaza bilərik. Kvadrata yüksəldəndə 9-da olacaq bunlar. 2-nin kvadratı 4. 4 vurulsun 97 alıram. Bir də çıxılsın 8-in kvadratı 64. Bu da bərabərdir bizdə. 9-dan kök olaraq 3 qiyməti çıxır. Və surətdə də dostlar 4-ü 97-yə vuranda 4 7-nin 28, 4 9-un 36 eləyəcək 388. Bundan da 64-ünü çıxırıq. Bu da olacaq 3-də kök altında 324. Bu da 18-in kvadratıdır. Bundan da 18 çıxır. 3-ə böləndə də qalır 6 qiyməti. Deməli, DC-nin qiyməti 6-dır. Onda AD-yə də 6 yazırıq. Digər tərəfdən BC-nin uzunluğunu da tapa bilərik. BC-ni də tapmaq üçün dostlar, deməli, BDC üçbucağına baxsaq, düzbucaqlı üçbucağına. BC bərabərdir bizdə. Kök altında BD-nin kvadratından DC-nin kvadratı cəmi. BD 5/3/1 ilə 2/3/2-nin cəmi, yəni 8-dir. 8-in kvadratla 6-nın kvadratını toplayırıq. 64 ilə 36 100 eləyir. Bundan da 10 çıxır qiymət. Deməli, BC 10-dur. AB də BC bərabər idi. Bu da 10-dur. Bizdən perimetri istəyirsə, perimetri bərabərdir. 10, 10, bir də AC-miz 6, 6, 12 eləyir. 12-nin cəmi. Bu da bərabər olacaq 32-yə. Növbətə baxırıq dostlar. 34-cü suala. Gəlin baxaq.
34-də nə deyir? Deyir ki, ABC üçbucağında AB-miz bərabərdir AC-yə. AD deməli AB-yə perpendikulyardır və AD-miz 6-ya bərabərdir. BD-miz 18-dir. Aha, baxın bu hissə BD-miz 18-dir. DC parçasının uzunluğu nəyə bərabərdir? Bizdən bunu soruşur. İndi dostlar, nə edə bilərik? Baxın, BAD üçbucağı düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucaqdan AB-nin uzunluğunu axtarsam, AB katet olduğu üçün deməli hipotenuzun kvadratından katetin kvadratını çıxıb kök almalıyam. Yəni 18-in kvadratı çıxılsın 6-nın kvadratı. Bu da bərabərdir bizdə. Kök altında 18 6-nın cəmi 24, 18 6-nın fərqi 12 edir. Buradan da deməli 12 kök altda 2 çıxacaq kök olaraq. Deməli alırıq ki, AB-miz 12 kök altda 2-dir və bərabər yanlı olduğundan AC də 12 kök altda 2-dir və BC-nin uzunluğunu axtarırıqsa, yenə düzbucaqlı üçbucaqda katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabər idi. BC hipotenuz olduğu üçün bu zaman katetlərin kvadratı cəmindən kök almalıyam. 12 kök 2-nin kvadratı üstə gəlsin 12 kök altda 2-nin kvadratı. Bu da bərabərdir. 12 kök 2-nin kvadratı bizə 288 verir. Üzərinə bir də 288 gəldikdə bu da bərabərdir. Deməli kök altında 576. Bu da bərabərdir bizdə 24-ün kvadratına. Yəni bundan da 24 çıxır. Deməli BC-miz 24-dürsə, BC ümumilikdə 24 olanda 24-ün 18 sol tərəfinə düşürsə, sağ tərəfinə də qalacaq 6 qiyməti. Yəni DC-nin uzunluğu deməli bərabərdir 6-ya. Dostlar, bununla da bu mövzunu da bitirdik. Deməli, sağ olun, salamat qalın.